nisbi sıxlığı. Hər kəs qulaq asır. Əslində bayaqdan 1-2-ni izah eləyirdim, amma izah eləmədim. Video kayda düşmədi, ekran görsənmədi deyə. Deyir hansı qaz hidrogendən 14 dəfə ağırdır? Deyirik ki, hidrogenimiz H2-dir. 2-dən 14 dəfə ağır olması üçün neçə olmalıdır? 28 olmalıdır. Variantlara baxırsınız, hansı 28-dir? 2-də də həmçinin belə, bu dəfə yüngül deyir. Oksigen qazı 32-dir. 32-dən 16 dəfə yüngül, yəni 2 olmalıdır. Hidrogenə görə nisbi sıxlığı 14-dürsə, deməli kütləsini 2-yə bölmüşəm 14 olub. Özü neçə imiş? 28. Dördüncü sualda deyir 0,5 mol karbon qazı və 11,2 litr CO2-dən ibarət qarışıqda neçə oksigen atomu var? Bax, artıq burada fikirləşməliyik ki, 11,2 litrimiz neçə moldur? 0,5 moldur. 0,5-i 2-yə vururuq. Burada bir dənə oksigen atomu. CO2-də də 0,5-i 2-yə vururuq. Burada da bir dənə oksigen atomudur. Birin üstünə 1 gəlirik, 2 dənə atomdur. 2 dənə atomdursa, 2-ni də Avogadro ədədinə vuranda hansı eləyir cavab? C bəndi eləyir. 1,204 vurulsun 10^24. Əslində 12,4 vurulsun 10^23 eləyir. Biz vergülü bir dənə bu tərəfə atırıq deyə cavab C bəndi qalır. 5-də sıxlığı 1,25-dirsə, ρ bərabərdir M böl V düsturuna əsasən. M nəyə bərabərdir? ρ vur V-yə bərabərdir. 1,125-i vururuq 22,4-ə. 1,125-i 22,4-ə vuranda cavab eləyir 56. Deməli, x 56 eləmir, üzrü sayın. 28 eləyir. 1,125-i 22,4-ə vuranda. Bunun kütləsi 28 imiş. Onda x-in kütləsi neçə olacaq? 28-dən çıxıram 4-ü, 24, 24-ü də bölürəm 2, 12. 6-da normal şəraitdə 3,36 litr helium və 4,48 litr neondan ibarət qaz qarışığının kütləsi neçə qramdır deyirsə, siz bilməlisiniz ki, heliumun 22,4 litri 4 qramdır. Onda 3,36 litri neçə qram olacaq? X. Buradan heliumun kütləsini tapırsınız. Cavab eləyir neçə? 6,06. 4,48 litr neonumuz isə deyirsiniz 22,4-üm 20-dir. 4,48-im neçə olacaq? X. Bu da çıxır 4. 4 ilə də 0,6-nı toplayırsınız, 4,6 eləyir. Sonra bu səhifədə mən özümün çətin ola biləcək dediyim sualları deyirəm. Ola bilər arada səhv olan suallar olsun. Yəni mən səhv olan suallar deyəndə siz səhv yazmış ola bildiyiniz suallar olsun. Onları mənə sual verin. 7-də, 7-ni də deyim, 8-də deyim, sonra bəzi sualları atlayacağam. 7-də CO2-dən və 0,75 mol N2-dən ibarət qaz qarışığının kütləsi 25 qramdır. CO2-ni bilmirəm, riyazi olaraq X işarə eləyirəm. X işarə eləyəndə deyirsən ki, X üstə gəlinsin 0,75 N2. Bu da bərabər imiş neçəyə? 25-ə. N2-nin yerinə neçə yazacağam? 28 yazacağam. Yazacağam X üstə gəlinsin. 28-i vururam 0,75-ə. 28-i 0,75-ə vuranda 21 eləməlidir. X üstə gəlinsin. 21 bərabər imiş 25-ə. Onda X neçə imiş? 4 imiş. 25-dən 21-i çıxanda 4 eləyir. Deməli, CO2-nin kütləsi 4 imiş. Və yaxud da bizə 10 metr kub və 2 metr kub veribdir. Siz bilməlisiniz, həcm nisbəti mol nisbətidir. Onun 2-yə nisbəti neçənin neçəyədir? 5-in 1-ədir. Deməli, CH4-üm 5 moluymuş, hidrogenin 1 moluymuş. Bunların indi kütləsinin nisbətini tapmalısınız. 5 mol CH4-ün kütləsi 5 vur 16, yəni 80-dir. 1 mol hidrogendi 2 qramdır. 80-i də 2-yə böləndə cavab eləyir 40 qram. 9-da normal şəraitdə 5,6 litrinin kütləsi 11,5 olan qazın hidrogenə görə sıxlığını tapın. 5,6 litr 11,5-dirsə 22,4 litri nə qədərdir? X. 1 molunu tapırsınız. 1 molumuz eləyir, səhv eləmirəmsə 11,5-i 4-ə vuranda neçə eləyir? 44, o da 2, 46. Kütləsi 46 imiş. Hidrogenə görə nisbi sıxlığı dediyinə görə 46-nı da bölürsünüz 2-yə, cavab olur 23. İndi bu biri tərəfdə siz suallarınızı verin. 10-cu, 11-ci sual kimdəsə sualdırsa deyim.
çox vaxt da getməsin deyə deyirəm. 10-cu, 11-ci sual kimdəsə sualdırsa deyim. Baxın, misal neçə? 10. 10. 0,5 mol azot, 2240 milli oksigen və 3,65 qram hidrogen var. Hidrogen xlorid var. Burada hamısını mol miqdarına gətirməlisiniz. Azot onsuz mol miqdarındadır. Azota dəymirəm. Siz fikirləşməlisiniz ki, 2240 millilitr oksigen neçə moldur? 2240-ı bölməlisiniz. 22,4 litri vuranda 1000-ə neçə eləyir? 10-a. Bölün görün neçə edir? Daha doğrusu üzrü sayın. 2240 millilitr əvvəlcə çevirin litrə, sonra bölün 22,4-ə. 2240 milli eləyir 2,124 litr. 0,1 eləyir. Bəli, onu da 22,4-ə böləndə bu 0,1 moldur. Hidrogen xloridinin də 1 molu 36,5-dirsə, 3,65-i yenə 0,1 eləyir. Ümumi toplayanda cəmi 0,125 mol qaz var. Həmin o 0,125-də vurursunuz Avogadro ədədinə tapırsınız. 11-də normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan. Metan qazı neçədir? 16-dır. 16-dan 4 dəfə çoxdursa 16-nı vururam 4-ə. 64. 64-ün 0,2 molu neçə olacaq? 64-ü də vururam 0,2-yə, 12,8. Sonra gəldik 12-yə. Normal şəraitdə götürülmüş 8 qram hidrogen və 56 qram N2 qazlarının həcmlərini müqayisə edin. 8 qram hidrogen 4 moldur. 56 qram azot 2 moldur. 4 mol 2 mol. Deməli, hidrogen azotdan 2 dəfə çoxdur. Bərabərləşdirmək üçün azotu 2-yə vurmalıyam ki, hidrogenə bərabər olsun. 13-də kütlənin atom sayı nisbəti 1:1-dir. Baxırsınız variantlarda hansında 1:1-dir. C variantı, B variantı, A variantı. D ilə Y buna uyğun deyil. Sonra da baxmalısınız ki, hidrogenə görə sıxlığı 31-dirsə, özü neçədir? 62-dir. A, B, C variantına baxmalısınız ki, hansının kütləsi 62-dir, tapmalısınız. 14 də bunun kimidir. Daha demədim. Ehtiyac varsa deyim. 15-də deyir qaz molekullarının sayı 0,125-in üstünə 0,125 gəlirsiz, olur 0,5, onu da vurursunuz Avogadro ədədinə. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Normal şərait deyəndə yəni həcmləri eynidir. Sıxlıqlarının da eyni olması üçün kütlələri bərabər olan olmalıdır. Variantlara baxırsınız ki, hansında kütlə bərabərdir. 17 də belə. 18 hansı havadan ağırdır? Yəni kütləsi 29-dan çox olan. 19-da da hansı yüngüldür? Kütləsi 29-dan az olanı götürürsünüz. Aydın oldu? Çətin bir şey yoxdur ki, o biri səhifədə. Gəldik 20-yə. 0,5 molunun kütləsi 3,2-dirsə, deyirsiniz 0,5-imiz 3,2-dirsə, 1 molumuz nə qədərdir? X. 1 molumuzun kütləsini tapırsınız. Onun da hidrogenə görə nisbi sıxlığı dediyinə görə tapdığınız ədədi 2-yə bölməlisiniz. 21, 22 də bunlar kimidir. Amma sualı olan varsa deyim. 21, 22 problem yoxdur ki. Keçdim 23-ə. 23-də C2H4 və CO qazlarının hər ikisinin kütləsi 28 qramdır. Bunların da orta molyar kütləsi elə 28 eləyəcək. Bizə deyir ki, hansı qaz əlavə etdikdə orta molyar kütləsi artar. Artması üçün 28-dən böyük olan əlavə eləməliyəm. Azalması üçün 28-dən kiçik. Dəyişməməsi üçünsə elə 28-in özünü əlavə eləməliydim. İndi burada artması dediyinə görə 28-dən böyük eləməliyəm. 24-də azot və dəm qazı, yəni N2 və CO üçün deyir. Burada da hər ikisinin kütləsi 28-dir. Deməli, 28-dən aşağı olan qazı əlavə eləməliyəm ki, nə olsun? Orta molyar kütlə azalsın. 25-də hər ikisinin helyuma görə sıxlığı 11-dirsə, deməli, hər ikisinin kütləsi 44-dür. Hər ikisinin kütləsi 44-dürsə, deməli, bunlar bir-birinə bərabərdir, B bəndi. 26. X və Y qazlarının maddə miqdarları bərabərdir. Maddə miqdarı bərabərdirsə, həcm də bərabərdir. Qazlar üçün doğru ifadələri göstərin. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Bəli, çox azdır.
Molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir. Bəli, kiçikdir. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə var. Xeyr, qeyri-polyar da var. Misal üçün oksigen atomu. Qeyri-polyar kovalent rabitəni rabitə dərsində keçəcəyik. Bu nə deməkdir? Qeyri-metal atomları eyni qeyri-metal atomlarının birləşməsindən əmələ gələnlərdir. Bu da misal üçün O2. Yəni burada doğru cavab 1-2-dir. 28-də eyni suallarda da daha oxumadım, biləcəksiniz. 29-30. 29-da sual məncə yoxdur, amma yenə də deyək. Hər x 22.4 litrdirsə, oksigen 32 qramdır, hidrogen 2 qramdır. 32 2-dən neçə dəfə çoxdur? 16 dəfə. Sonra keçdik burada 30-a. Deyir, tərkibində eyni qədər mol var. Hamısını x işarə edirik. Hamısını x işarə edəndə kütləmiz necə olacaq? CH4 olacaq 16x. Azotumuz olacaq 28x, CO2-miz də olacaq 44x. Bunların cəmi də neçə eləyir? 88 eləməlidir. Ümumi cəm 88x-dir. Bizdən də CO2-nin kütlə payını istəyir. O da 44x-dir. 44x-i bölürəm 88x-ə, vururam 100-ə. Bu da eləyir 50%. Bitdi. 31 də bunun kimi də özünüz yazarsınız. Hidrogen və xlor qazlarını hansı həcm nisbətində götürmək lazımdır ki, həcm nisbəti molekul sayı nisbətidir və yaxud da mol sayı nisbətidir. Elə 2-nin 7-yə kimi. 33 də bunun kimi. 34, 35, 36. Diqqətlə baxın. Bir də birini izah eləyəcəm. Digərləri sizdə. Yəni özünüz eləməli olacaqsınız. Gəlirik 34-ə. 34-də deyir ki, mənə X və Y maddələrinin molyar kütlələri arasındakı münasibət hansı halda doğrudur? Burada molyar kütlə deyirmiş. 36-nı da deməliyəm. 36 da fərqlidir. Yox, 36 da eynidir. 34-də deyir ki, bizə molyar kütlələri arasında eyni mol veribdirsə, elə 20-nin 60-a kimi müqayisə eləyəcəksiniz. Əsas odur ki, eyni mol miqdarlarını verib. X-in N molu 60-dır. Deməli, X-i 60 götürəcəksiniz. Y-in N molu isə 20-dir. Y-i 20 götürəcəksiniz. Münasibətləri necə olacaq? X Y-dən 3 dəfə böyükdür. X Y-dən 3 dəfə böyükdürsə, doğru variantımız C bəndidir. Y-i 3-ə vursam, bərabər olacaq. Ona görə C bəndi. 35 də bunun kimi. 36-da necədir? X 60-dır, Y 40-dır, Z 20-dir. Ən böyük hansıdır? X, sonra Y, sonra Z. Gəldik 37-yə. Normal şəraitdə sıxlığı ρ olan qazın bir molekulunun kütləsi neçə qramdır? Baxın, əsas məsələ. Biz bilməliyik ki, bir molekulunun kütləsini tapmaq üçün düsturumuz belədir. Bir molekulunun kütləsini tapmaq üçün kiçik m bərabərdir molyar kütlə bölünsün NA-ya. İndi burada molyar kütlənin yerinə biz qoyacağıq 22.4 ρ bölünsün NA. Niyə belə qoyuruq? Çünki biz bilirik axı ρ bərabərdir m molyar kütlə bölünsün 22.4-ə. Buradan m-i tapanda m bərabər olur 22.4 ρ-ya. Bizim də belə bir düsturumuz var ki, bir molekulunun kütləsi deyəndə molyar kütləsini bölürük NA-ya. Bunun molyar kütləsi 22.4 ρ-dursa, onu bölməliyəm NA-ya. Misal üçün sizə sual verəcəklər ki, NO2 molekulunun, bir molekulunun kütləsi nə qədərdir? NO2 özü 46 qramdır. Onda bir molekulunun kütləsi deyirəmsə, 46-nı bölürsünüz NA-ya. Bir molunun kütləsi desəydim, 46 deyəcəksiniz. Molekul deyəndə NA-ya bölməlisiniz. Aydın oldu? Düstur kimi yazıb qeyd edin. Kiçik m bərabərdir, böyük m bölünsün NA. Yəni bir molekulunun kütləsi. Bu biri variantda 2 molekulu deyir. 2 molekulu deyəndə artıq 2-yə vurursunuz. Yəni olur 44,8 ρ bölünsün NA. Normal şəraitdə propanın sıxlığı metanın sıxlığından neçə dəfə çoxdur? Propanın sıxlığı 44-dür, metanın sıxlığı 16-dır. 44-ü bölürsünüz 16-ya, görün neçə dəfə çoxdur. 40 da bunun kimi. Gəldik 41-ə. 41-də 1,5 mol CH6-nı verib, 1,5 mol X-i veribdir. Bu biri tərəfdə də 3 mol CH4-ü verib və deyir ki, qablardakı kütlələrin cəmi bərabərdir.
Qablardakı kütlələrin cəmi bərabərdirsə, 3 mol CH4-ün kütləsi 3/16-dır. Yəni 48 qramdır. Deməli, burada da 48 qram olmalıdır. Həmin 48 qramın 1,5 molu CH6-dır. Yəni 1,5-i CH6-nın kütləsinə 30-a vuranda eləyir 45. 45-i budursa, deməli X-a qalıb 3 qram. 1,5 molu X-in 3 qramdır. 1 molu nə qədərdir? 2. Deməli, qazımızın molyar kütləsi 2 imiş. Hansı maddənin 1 litrinin kütləsi daha azdır? Elə baxırsan ki, hansı kütləsi azdır, eyni şeydir. Hansının 43 də bunun kimi. Kütləsi az olanın 1 litrinin də kütləsi az olacaq. 44-də mol miqdarına gətirirsiniz hər ikisini, hesablayırsınız. Yəni necə? Deyir 2,24 litr hidrogendir, 2,8 qram azotdur. 2,24 litrdirsə, 22,4-ə böləndə 0,1 moldur. 2,8 qram azotdursa, 28-ə böləndə bu da 0,1 moldur. Cəmi neçə eləyir? 0,2 eləyir. 0,2-nin 0,1-i hidrogendir. Neçə faizdir? 0,2-nin 0,1 50%-dir. Deməli, cavabımız 50%-dir. 45-də 3 qram hidrogen və 22 qram karbon qazından ibarət qaz qarışığının tərkibinin mol payını ilə ifadə edin. Düzdür? Biz indi bilməliyik ki, 3 qram hidrogenin, mol payı deyil, mola çevirəcəyik. 3 qram hidrogen 1,5 moldur. 22 qram karbon qazı da 0,5 moldur. 1,5 mol biridir, 0,5 mol biridir. Cəm neçə eləyir? 2 mol eləyir. Düzdür? 2 molun 1,5-i hidrogendirsə nə qədər olur? 2-nin 1,5-i. Vururuq 100-ə. Neçə faiz eləyir? Uşaqlar, 2-nin 1,5-i neçə faiz eləyir? 75% eləyir də. Hidrogen 75%dirsə, karbon qazı da 25%dir. 46-da da yenə mol miqdarına çevirib tapırsınız hərəsi neçə faizdir. 47 də bunun kimi. Sonra gəldik 48-ə. 48-də tərkibində eyni mol miqdarda asetilen, metan və etilen olan qaz qarışığının kütləsi 210 qramdırsa, qarışığın həcmi neçə litr olar? Tərkibində eyni mol sayda asetilen, metan və etilen qarışığı varsa, asetilenin formulu CH2-dir, metanın formulu CH4-dür, etilenin formulu da CH4-dür. Bunların hamısının kütləsi, mol miqdarı bərabərdir. X mol biridir, X mol biridir, X mol da biridir. Deyirik ki, indi bunların üçünün mol miqdarı kütləcə bərabərdirsə, kütlələrini hesablayırıq. Asetilen 26-da olur 26x. CH4 16-da olur 16x. CH4-də 28-də olur 28x. Bunların hamısının kütləsinin cəmi bərabər imiş 210. 26x, 16x, 28x. 210-dursa, cəmi neçə eləyəcək? 26x, 16x, 28x-in. Toplayın, bərabər eləyin 210-a. Neçə eləyir? Oradan da x-i tapın. 16x-in üzərinə 28x gələndə 44x eləyir. Onun da üstünə 26x gələndə 70x eləyir. 70x bərabər imiş 210-a. İndi x bərabər imiş 3-ə. Deməli, hamısı 3 mol götürülübdür. Hamısı 3 mol götürülübdürsə, 3 mol asetilen, 3 mol metan, 3 mol da etilen. Cəm neçə mol eləyir? 9 mol eləyir. 9-u da litrə çevirməlisən deyə vurursunuz 22,4-ə neçə litr olduğunu tapırsınız. 49-da da tərkibində eyni mol miqdarda metan, oksigen və kükürt dioksid olan qaz qarışığının kütləsi 224 qramdırsa, qarışığın həcmi neçə litr olar? Yenə eyni qaydada. Hamısını x mol götürürsünüz. X mol CH4, x mol oksigen qazı, x mol da CO2. Toplayıb bərabər eləyirsiniz 224-ə. X-i tapırsınız, oradan da həcmi tapırsınız.
Bura qədər kiməsə aydın olmayan sual vardısa səslənin, deyin. Aydınsa da bir reaksiya verin ki, görüm aydındır. Dayanmadan danışıram, bəlkə də heç aydın olmur sizə. Aydındır. Hər kəsə aydındır. Müəllim, nə dediniz? Bizim uşaqlar getmişdi, mən indi gəldim. Deyirəm, bura qədər sualım var idi. Şura, sualım vardısa denə. Ertədəsiz ki, Mən ücü 50-dəyəm. 50-yə qədər. Yox, 50-yə qədər. Hə, işte 50-yə qədər kiminsə arada sualı qaldı, başa düşmədiyi varsa, dəq deyin mənə. Kimdəsə oldu mu? Aydındır Nurani hamısı. Yaxşı. Rüqəyyə də aydındır. Cəfər aydındır. Cəfər heç yazıbdı ki, bilə aydındır ya yox. Görün burada kim var? Gülçin heç. Gülçin, dərsdən sonra bir dənə mənə yazarsan da. Yaxşı, müəllim. Aha. Sonra bunlar getdi. Hardayıq? 50-dəyik, düzdür? 9-u da yəni bu cür həll eləyəcəksiniz. Gəldi indi 50-yə. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot, karbon qazından ibarət qarışığın heliuma görə nisbi sıxlığını tapın. Yəni o deməkdir ki, azotu da təsəvvür eləyin 1 mol götürmüşəm, karbon qazını da 1 mol götürmüşəm. Siz əvvəlcə bunun orta molyar kütləsini hesablamalısınız. Qısaca 28-in üstünə 44-ü gəlib bölməlisiniz 2-yə. Bu da eləyir neçə? 28-in üstünə 44 gəldim. 72 eləməlidir toplayanda. 72-ni də 2-yə böləndə 36. Orta molyar kütləsi bunların 36-dır. Hidrogenə görə nisbi, heliuma görə nisbi sıxlıq deyirdik. 36-nı da bölürəm 4-ə, cavab olur 9. 51-də bunun kimidir, daha baxmadım. Getdim 52-yə. Sıxlığı 2,5 qram bölü litr olan qazın 14 qramındakı molekulların sayını hesablayın. Sıxlığı 2,5-dirsə vururam 22,4 litrə, kütləsi 56-dır. Deyirik 56-mız 22,4 litrdir. Bəs neçə 14-ümüz neçə litr olacaq? 4 dəfə az, 5,6 litr. Litrlə demirmiş, üzrü sayını molla deyirmiş. 14 qramımızın neçə mol olduğunu tapıram. 14-ü bölürəm onu 56-ya, eləyir 0,125 mol. 0,125-i də vururam Avogadro ədədinə, görürəm ki, cavabımız Y variantıdır. 53 də bunun əksidir. 1,505 vurulsun 13,23, 0,125 mol deməkdir. Bunun da kütləsinin 2,5-ə görə 56 tapdım axı. 0,125 molunun neçə qram olduğunu istəyir. Onu da vururuq 56-ya olur 14 qram. 54-də atomlarının sayını bərabər eləməliyik. C2H2-də 4 dənə atom var. CO-da isə 2 dənə atom var. Atomlarının sayını bərabər eləmək üçün 2-nin 1-ə götürməliyəm uşaqlar. 2-nin 1-ədirsə, deməli nisbətdə 2-nin 1-ədir. Cavab olur Y bəndi. 55 də bunun kimi. Həqiqətən də nə isə başa düşməmisinizsə, deyin, mən bir-bir təkrar qayıdım. Xahiş eləyirəm. Əsas odur ki, başa düşün. Neçə dənə sualdır ki? 97 dənə 54 sualdır. məndə. Neçə? 54. 54-də bax, atomlarının sayını bərabər eləməlisən, Rüqəyyə. C2H2-də nə qədər atom var? 4 dənə. CO-da nə qədər? 2 dənə. Bərabər olması üçün neçənin neçəyə nisbətdə götürməliyəm? 2-nin 1-ə. Hə, 2-nin 1-ə başa düşdüm. Aydın oldu? 55 də bunun kimi. Gəldik 56-ya. Hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda alınan qaz qarışığının orta molyar kütləsi CO-nun molyar kütləsinə bərabər olar? CO neçədir? 28-dir. CO-nun özünə bərabər olması üçün qabdakı qazın kütləsi də elə 28 olmalıdır. Baxmalısınız ki, hansının kütləsi 28-dir? Birinci. Deməli, cavab 1-dir. 57-də isə dəyişər deyirsə, deməli, CO-nun kütləsinə bərabər olmamalıdır. O da 2 ilə 3, 32 və 16. Sıxlığı metanın sıxlığından 2 dəfə. Necə? Hamısına baxırsınız. Hə, elə istədim ki, güllü yoxdur. Həm də dedim qoy onda sualları birbaşa video qayıtdan baxa. Niyə? Yoruldun? Bəs vaxtım getmir. Yorulmusan? Suallarımı dinlə. Yox, sən. Necə? Tez duradan. Yaxşı, bu səhifədən sual olanlar desin. 58 var. 58.
Sıxlığı metanın sıxlığından 2 dəfə çox olan 16-dır. 16-dan 2 dəfə çoxdursa neçədir? 32-dir. 32 qram 1 molunun kütləsidir. Yəni 22,4 litrimiz 32 imiş. Neçə litrimiz 9,6 olar? Bunu tapırsınız. Aydın oldu? Bəli. 59-da qarışığına normal şəraitdə hansı qazı əlavə etdikdə qarışığın sıxlığı dəyişməz? CH2O-nun da, CH6-nın da kütləsi 30-dur. 30 olanı əlavə eləsəz dəyişməz. 60 da bunun kimi. Gəldik 6. Bu səhifəni də izah eləyim. Tez. Bu biri səhifəni də izah eləyim, az qalıbdı. Biraz da döz, Şura. Sualların var buradan sənin bu səhifədə? Sən Bunlar suallarını deyim çıxıb, sonra mən 76 var, qaydaram əvvələ. 77 Suallarını de. var. Neçə? 76, 77 ve 76. 92, 93. Sən suallarını deyirəm, sən çıx. Yaxşı? Dur qaydacam əvvələ mən. Evet. 76-da deyir ki, C2H2, C2H4 və C2H6-nın qarışığının kütləsi 174 qramdır. Qarışığın kütləsi 174 qramdır. Qarışığın tam yanma məhsulu 12 moldur. Bunu müəyyən elədik? Bəli. Qarışığın tam kütləsi 174, karbon qazımız 12 moldursa, kim deyər mənə? Bunun tərkibindəki karbon bizə hardan gəlibdir? Bu qarışıqdakı karbonların kütləsidir də. 12 mol CO2-də nə qədər karbon var? 12 dənə. Deməli, burada cəmi 12 dənə karbon atomu var. Bu maddələr onsuz da karbon və hidrogendən ibarətdir. 12 dənə karbonun kütləsi nə qədər eləyir? 12-ni vurursunuz 12, 144 eləyir. Deməli, burada 144 qram karbon var. 174-dən çıxıram 144-ü, görüm nə qədər hidrogen var imiş? 30 dənə hidrogen var. 30 bölürük hidrojenə. Deməli, 15. bəli. Niyə bölürük? 144 Hidrogen 1 bölürük. qrama 1-dir də. Ay, niyə bölürsən? Atom sayı istəyir. Molekul sayı istəmir ki səndən. 30 qram hidrogen varsa, deməli 30 dənə də hidrogen atomu var. 1 qramı 1 atomdur. 30 dənə hidrogen atomu burada, 12 dənə də karbon atomu. Cəm də olur 42. Deməli 42-ni götürməlisiniz. Sonra neçə dedin? Ona görə. Sonra neçə dedin? 77. 77. Bu sual. Deməli, burada diqqətlə qulaq asın. Burada bilməlisiniz ki, CH4 və C2H6 qazları qarışığının hidrogenə görə sıxlığının metanın mol payından asılılıdır. Elə bilin ki, əvvəlinci nöqtədə metan yoxdur. Metan yavaş-yavaş artacaq. Metan yoxdursa, sıfırdırsa, burada yalnız hansı qaz var? C2H6 var. Metanın mol payından asılılığı deyir deyə metanı 0 götürürük, C2H6-nı tam götürürük. C2H6-nın 30 qramdır. 30 qramdırsa, hidrogenə görə sıxlığı neçədir? 15-dir. Deməli, 2-yə bölürük də. Başlanğıcda 15-dən başlayacaq. Son nöqtədə isə metan 100% olanda C2H6 yoxdur. Metan var təkcə. Metanın kütləsi 16-dır. 16-nı da 2-yə bölürəm, olur 8. Deməli, 15-dən 8-ə düşəcək. Cavab olacaq B bəndi. Aydın oldu? Müəllimə, niyə düşür? Çünki metanın mol payından deyir. Metanın mol payı yavaş-yavaş artır. Əvvəldə metan yoxdur, yalnız C2H6-dır. 30 qram imiş. 32-yə böləndə 15 eləmir. Metan olanda isə artıq 16-ya görə hesablayırıq. 16-nı da 2-yə böləndə 8-dir. Azaldı deyə düşür də. Artsaydı 15-dən qalxardı. Aydın oldu? Metan. Əvvəldə metan yoxdur. Təkcə etan var. C2H6 var. C2H6-nın hidrogenə görə sıxlığı 30-dur. 30-u 2-yə böləndə 15 edir. Ona görə başlanğıcı 15-dir. Sonda isə təkcə metan var deyə 16-nı 2-yə bölürük 8. 5-dən 8-ə düşür. Şura bildin? Bildim müəllim. Etanın mol payından asılılığı desəydi cavab olardı A variantı. 8-dən 15-ə qalxardı. Hə, cavabı əzbərləmişəm. Gediş yolu yaddan çıxmışdı. Sonra 91, 92, 93. 91, 92, 93. Bəli. Niyə bunu yazmamışam ki?
91-də 91, 92, 93-ü dedikdən sonra buraxacam uşaqlar sizi də çox gecə qalmayaq. Onsuz da 3-cü gün o səhər də salacam, axşam da salacam dediyimdə hamısını izah eləyəcək, sual saxlamayacağıq. 91, 92, 93. İndi mən bilirəm hara qədər baxmışıq. Gələn dəfə güllü dolanda qoy hamısını tam gedərik ki, geri qalan şagird olmasın. 91-ə baxaq. CH4 və hidrogendir. Qarışıqda proton sayı 3N-dir. Qarışıqda neytron sayı isə N-dir. CH4 və hidrogəndə, baxın yazıram, CH4 və H2. Bunu x mol götürək, bunu y mol götürək. CH4-ün x molunda proton sayımız onda nə qədər olacaq? 6-nın üstünə 4 gəlirəm. 6 dənə karbondadır, 4 dənə hidrogəndə olur 12. 4 tane hidrojen. Hidrogenin sayında isə hidrogəndə 2 dənə var deyə proton. 2-ni vururam y-də olur 2 y. Bərabər imiş 3 dənə. Neytron sayımız isə təkcə karbon atomunda var. O da olur 6x. 12-dən 6 çıxıram 6. Hidrogenin neytronu yoxdur. Çünki 1-dən 1 çıxanda 0 eləyir. 6-nı da x-a vururam, olur 6x. 6x də bərabər imiş n-ə. Siz məndən daha yaxşı bilirsiniz. N 6x-a bərabərdirsə, gətirib n-in yerinə 6x qoyuram. O da olur 3 vurulsun 6x, yəni 18x. 10x üstə gəlinsin 2y bərabərdir 18x-a. Rüqəyyə deyir ki, bu kimiyə niyə gəldim? Digərlərdə deyir ki, vay dədə. Birinci dəfə işləyəndə hər kəsə belə gəlir, narahat olmayın. Buradan da cavab çıxır ki, 2y bərabərdir 8x-a, yəni y bərabərdir 4x-a. Qısaca y-i 4 mol, x-i 1 mol götürürük. Y-i 4 mol, x-i 1 mol götürürüksə, deməli CH4-ün 1 moldur. H2 isə 4 mol. Orta molyar kütləni hesablayırıq. 16 üstə gəlirsin 4 vurulsun 2 bölürsüz 5 orta molyar kütləni tapırsınız. Bu qədər. Aydın oldu. Uzundur. Birinci qrupa heç vaxt düşməz bu sual. Dördüncü qrupa da çox belə çətin imtahan olsa düşər. MİQ imtahanına düşər. Hər ətraflı danışdım. Sonra nə? İnşallah düşər. Gəldik 92-yə. Müəyyən şəraitdə qapalı qabda CO və O2-dən ibarət qarışığın həcmi 100 millidir. CO-nu, misal üçün 91, 92, 93 heç vaxt birinci qrupa düşməz. Dördüncü qrupa düşmə ehtimalı var ya yoxdur, amma MİQ-ə düşmə ehtimalı var. Reallıq budur. Deyirlər MİQ üçün test toplu deyil. Əslində birinci ilk öncə test toplunu bilməyi bacarmaq lazımdır yaxşıca. 92. Müəyyən şəraitdə qapalı qabda CO və O2-dən ibarət qarışığın həcmi 100 millidir. CO-nun tam yanmasından sonra alınan qaz qarışığının həcmi isə 70 milli olmuşdur. CO və oksigenin yanma reaksiyasını yazırıq. Alınır CO2, bura 2 düşür, burada 2 düşür. Qarışığın həcmi 100-dür, reaksiyadan 70 milli alınıbdır. Burada azalmaya görə gedəcəyik. Başlanğıc qaz qarışığım 2 üstəgəl 1, 2 mol CO, 1 mol oksigendir, cəm 3-dür. Reaksiya nəticəsində isə 2 mol qaz alınıbdır. Nə qədər azalıbdır? 3-dən 2-yə gəlib. 1 mol azalma baş veribdir. Deyirik ki, 1 milli, 1 mol fərqi yoxdur. 1 milli azalma baş verəndə CO tam yanı baxı. Mən deməli CO-ya görə hesablamanı aparmalıyam. Həmişə tam yanına görə hesablama apararlar. 1 mol azalma baş verəndə 2 milli, 1 milli azalma baş verəndə 2 milli CO reaksiyaya daxil olur. Amma burada 100-dən 70-ə düşüb. Nə qədər azalma baş verib? 30. 1-ə 2-dirsə 30-a neçədir? X. X da buradan bərabər olur. Neçəyə? 2 dəfə çox 60-a. Deməli CO 60 imiş. Cəm 100-də axı. CO 60-dırsa, deməli oksigen neçə imiş? 100-dən 60-ı çıxırıq 40 imiş. Sonra keçdik 93-ə. X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çoxdur. X böl Y bərabərdir 4-ə. X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Baxın, X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən, MR-indən. MR X A-dırsa,
Emir Y 2A-dır. İndi fikirləşin ki, mən indi X-i neçə mol götürməliyəm ki, Y-dən 4 dəfə çox olsun. Y 2A-dır. Y-i 2A kimi işarə eləyirəm. X-i neçə dəfə çox götürməliyəm ki? Neçə 2. mol götürməliyəm? 2 mol götürsəm 2A olacaq 2. axı. 2A-dan 4 dəfə çox olmalıdır. Yəni neçə mol götürməliyəm? 8A götürməliyəm ki, 4 dəfə çox olsun da. Deməli, mən X-i 8 mol götürməliyəm ki, Y-dən 4 dəfə çox olsun. Hə. Bildin? Hə. Bu qədər. Bax, yenə gedirik. Sən fikirləş. Deyir ki, X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Bu nə deməkdir? Yəni Y X-dan 2 dəfə çoxdur. X-i A götürsəm Y 2A-dır. Bunu bildiniz hər kəs? X Y-dən 2 dəfə azdır. Y-i 2A götürsəm, X-i A götürməliyəm. X Y-dən 2 dəfə az olmalıdır. İndi Y-i 1 mol götürürəm elə. Y-i 2A götürürəm. İndi siz fikirləşin. Mən X-i neçə götürməliyəm? Neçə mol götürməliyəm bu 2A-dan 4 dəfə çox olsun? 8A götürməliyəm də, düzdür? Cavab 4 olsun deyə. 8A X-da neçə moldur? 8 mol deyilmi Şura? Bəli. Başa düşdün? Bəli. Hər kəs başa düşdü? Ümid edirəm ki, başa Müəllim, düşdünüz. Necə? evdə nə edirik? Atomun tərkibindən 55 sual. Gözlüyüm bunu dayandır.